dostum evlenir, hamı deyir gülür şenlenir. Sevinir atalar analar, kaynatalar kaynanalar, çünkü balaları evlenir. Sevinir atalar analar, kaynatalar kaynanalar, çünkü balaları evlenir. Senin karşına cəm olub neçə dostlaşına. Sizin notuya köçür gəlir, ay dostum səni saverim, cəmi subayların başına. Sizin notuya köçür gəlir, ay dostum səni saverim, cəmi subayların başına. Bugün mənim dostum evlenir, hamı deyir gülür şenlenir. Sevinir atalar analar, kaynatalar kaynanalar, çünkü balaları evlenir. Bugünkü tarihte kızıldı, kızıl hərflərlə yazıldı. Evlenir eşkin delisi, yanında öz sevgilisi, gör necə bəxtəvər gör səni. Bugün mənim dostum evlenir, hamı deyir gülür şenlenir. Atalar analar, kaynatalar kaynanalar, çünkü balaları evlenir. Sevinir atalar analar, kaynatalar kaynanalar, çünkü balaları evlenir. Bugün mənim dostum evlenir. Elnur Məxfi, bunun da sözləri musiqisi sizə mi məxsusdur? Mikrofonu xahiş edirəm deyin. Bu da uğur gətirən musiqilərdən olur. Şərim müəllim, hə, bu da uğur gətirən musiqilərdən biridir. Maşallah, mən olduğum, olmadığım çox toylarda səslənib. Məndən əlavə nə qədər oxuyanlar da olub. İcazəsini alanlar, almayanlar. Və almayanlara necə reaksiya göstərmirsən? Halallığını verirəm hamısına da. Onun böyük ürəyi. Kiminsə ailə ləqəb kimi götürmüşsünüz, məxfidir. Bəlkə məxfi olan adamları biraz tapmaq çətindir. Ona görə mi belədir? Amma mahnı özü olaraq gözəl mahnı. Bundan əlavə bir ifam da var. Əlvida, subaylığım əlvida. Onu da çox oxuyurlar. Nə qədər dostlar atırlar mənə ki, filan toyda filan müğənni oxuyur, filan. Hələ studiyada oxuyanlar da olur. Gedir, aranjman elətdirir, oxuyur. İndi onlardan deyənlər də olur, deməyənlər də olur. Tanınmış müğənnilərdən də var. İndi adını çəkmək istəmirəm. Gedirəm, özüm zəng edirəm. Heç olmasa bunun bir halallığını almaq yaxşı şeydir. Əgər bir dəfə onu YouTube-dan sildirsən, onda hamısı bilir. Hə, eləsə, onda biz oluruq mərdimazar. Yox, mərdimazar olmursan, sən haqqını tələb edən olursan. Ay, sağ ol, düzdür. İndi biz də müəyyən xarakterimizə sığışdırmırıq bəzi şeyləri, dərinə getmirik də. Bugünkü gündə hansı bir sənətçimizə zəng eləsəm, hansı bir musiqiyə görə sağ olsunlar. İcazə də verirlər, bilirlər götür oxu, amma sayğı deyilən bir şey var.
nə qədər də tanınmış olsan, populyar olsan fərqi yoxdur. Asan başa gəlmir Ən də. Bizim azından- bu gecələr, yuxusuz gecələrimiz var. Bu mahnını yazmaq həqiqətən də bir yerin yazsan, otursan, fikirləşsən, Bəli. bir aydan sonra o nöqtəsini dəyişsən, buranın vergülünü. O indi üzdən asan görünür. O tempi tutmaq üçün, o əhval-ruhiyyəni yaratmaq üçün söz musiqi vəhdət təşkil edir də, siz özünüz məndən Bəli. yaxşı bilirsiniz. Onu alındırmaq üçün sən elə bilmə ki, elə oturdum tez yazdım, qurtardım. Orada bizim əziyyətimiz var həqiqətən. Bu yaxınlarda bir papuri yığdırırdım. Orada Brilliant xanımın mahnısına müraciət elədim. Mən bilirdim ki, zaten mən Brilliant xanımı zəng eləsəm, o mənə deyəcək ki, götür, oxu, halal xoşu. Mən zaten bunu bilirdim. Amma bilməyimə rağmen mən götürdüm, zəng elədim Brilliant xanıma. Söylədim, Brilliant xanım, sizin falan mahnınıza müraciət eləmişəm. Əcəb eləmişsən, halal xoşunu götür, oxu. Burada heç nə yoxdur. Amma sən zəng eləyib bu sayğını eləməlisən. Bu sənin boynunun borcudur. Yəni sənin əgər istəmirsənsə əziyyətin, çəkdiyin bu aranjmana xərcin falan, sənin bu əziyyətin puça getsin, bir dənə götürüb sayğı ilə zəng edib bir söyləmək ki, icazə verin bunu götürün. Mənim birinci oxuduğum mahnı var idi bu Gülşən. Onu ümumiyyətlə digər ölkələrdən taciklər oxumuşdu, özbəklər oxumuşdu. Təsəvvür edin ki, mən onları axtarırdım bir-bir ki, hə bəs bu mahnı mənəm oxuyanı. Bir dənə smali qatırdılar gül işarəsi, ya nə bilim də, bir dənə belə. Hə mehribansı elə ki, belə də olmalıdır da. Hə onda indi kimi məsələn inkişaf eləməmişdi. O telif haqları falan yox idi. Amma gördüm ki, oxuyurlardı. Özbəklər məsələn oxuyurdu, taciklər oxuyurlar. Nə yoxsunlar da. Əşi, olsun, əybə yox. Bundan sonra nəzərə algılan ki, yazdığın musiqilərin hamısını müəllif hüquqlarından keçirtmək lazımdır və biləsən ki, bu sənin musiqindir, bu sənin yaradıcı bir, yaratdığın bir musiqi əsəridir və bu səndə qalsın. Qoy sənə müraciət eləsinlər, lazımdırsa qonorar ödəsinlər. Bir qısa bir haşiyə çıxım. Hətta bu Əlvida İsbaylığı mahnısını çox məsələn toylarda oxumuşdular. İndi özüm elə girəm YouTube-da altda oxuyuram şərhləri. İndi növbəti bir adam oxuyub, altdan girib yazıblar ki, siz bilmirsiniz, bu filan kəsin mahnısı. Başqa adam yazıblar. Siz əslində bilmirsiniz, bu filan kəsin mahnısıdır. Görürəm ki, mənim adım orada yazan yoxdur da. Ola bilər, reklamından ola bilər. Bu yaxınlarda bir musiqiçi dostum götürüb mənə bir video atıb, restoranda oturub, oxuyur səhnədə. Biri yazıb, deyir, abi, deyir, səsin gəlir, musiqi sənin musiqindir, səs sənin səsində, amma səni görünmürəm, deyir, kimdə oxuyan? Və oxuyanın indiyəcə video məndə qalıb. Deyirəm, bax, götürmüşsünüz, oxumuşsunuz, paporimi falan, obri mahnılarımı oxuyun. Amma öz səsinizlə oxuyun, dostlar, halal edirəm, götürün, oxuyun. Mən də vaxtında kimsə mahnılarını oxumuşam. Bunlara əsaslanıb mən heç kəsə xətrinə deymək istəmirəm. Amma heç olmasa öz səsinizlə oxuyun. Mənim səsim gedir, yalandan üstündən dayanmışsınız səhnədə və insan əlində, mikrofon səhnədə dayanıb, səs mənim səsimdir, tövbə deyirəm. Və insan bunu ilə mənim səsimdən pul qazanır, yaxşı, o da sənin halal xoşun. Təşəkkür edirəm gəldiyiniz üçün, dostlar. Sizinlə 2 saatlıq zaman keçirtmək çox xoş oldu. Kaş ki, biraz zamanında gəlsəydiniz, biraz da meyxananızı daha çox eşidərdik. Sonda biz Zəfər qrupu ilə birlikdə bu